Salam uşaqlar. Bu günləri Riyaziyyat 4-cü sinif 2-ci hissədən dəyişən və dəyişməyən xərclər mövzusunu izah edəcəyəm. Başlayaq. Araşdırma müzakirə. Cədvəldə aprel ayında ailənin xərcləri qeyd olunub. Baxırıq cədvələ. Aprel ayı üzrə xərclər məbləğləri də göstərilib. Bunlardan kommunal elektrik, qaz, su xərcləri 82 manat, telefon üçün aylıq abunə haqqı 3 manat, internet üçün aylıq ödəniş 20 manat, nəqliyyat xərcləri 72, ərzaq, geyim, digər xərclər 650. İndi soruşulur, ailənin bir ayda daha hansı xərci ola bilər? Geyimlər, istirahətə ayrılmış xərclər və s. Hansı xərclər növbəti ayda da dəyişməz? Növbəti ayda da dəyişməz. Telefon üçün aylıq abunə haqqı 3 manat dəyişməyəcək. İnternet üçün aylıq ödəniş 20 manat. Bu ikisi dəyişməyəcək. Öyrənmə. Adətən insanlar aylıq xərcləri əvvəlcədən planlaşdırmağa çalışırlar. Elektrik, su, qaz, qida, geyim xərclərini isə aylıq dəyişə bilər. Bu xərclər dəyişən xərclərdir. Elə xərclər var ki, dəyişməyən xərclərdir. Demək olar, dəyişmir də onlar. Bunlar telefon üçün aylıq abunə haqqı, aylıq internet ödənişi, sonra kirayə haqqı, təhsil haqqı. Bu xərclər dəyişməyən xərclərdir. Bələdçi. Cədvəldə ailənin 4 ayda xərcləri manatla qeyd olunub. Hansı xərclər dəyişən, hansılar dəyişməyəndir? İndi müəyyən eləyərik. Göstərilən xərclər hansı ayda artıb, hansı ayda azalıb, ay ərzində hansı xərcləri azaltmaq olar? Baxırıq, xərcləri yanvar, fevral, mart, aprel ayı üzrə verib. Deməli, hansı xərclər dəyişən, hansılar dəyişməyəndir? Telefon aylıq abunə haqqı yaşıl qrafada verib. İnternet xərci 30 manat. Məşğələ və dərnək xərcləri baxın, heç biri üçü dəyişməyib. Heç bir ayda dəyişməyib. Göstərilən xərclər hansı ayda artıb, hansı ayda azalıb? Deməli, məsələn, ərzaq fevralda artıb, martda artıb, apreldə azalıb. Yanvara nisbətən. Kommunal xərclər yanvara nisbətən fevralda artıb, martda azalıb, apreldə azalıb. Sonra mobil telefon danışıq fevralda artıb, martda biraz da artıb, apreldə azalıb. Bu kimi xərclər ay ərzində hansı xərcləri azaltmaq olar? Ay ərzində məsələn istirahətə ayrılmış digər xərclər var. İstirahət, nəqliyyat, təmir, müalicə və s. kimi bunları azaltmaq olar. Əvvəlki tapşırıqlarda verilmiş cədvələ əsasən sualları cavablandırın. Aylar üzrə dəyişən və dəyişməyən xərclər nə qədərdir? Bütün aylar üzrə dəyişməyən xərclər 83 manatdır. 3, 30, 50-ni toplayırıq 83 manat. Dəyişən xərclər isə yanvar ayı üçün 887 toplayırıq, yəni verilənləri. Fevral ayı üçün 920, mart ayı üçün 1050, aprel ayı üçün 860. Sonra ailənin aylıq gəliri 1900 manat olarsa 4 ayda ailənin yığımı nə qədər olacaq? 4 ayda deməli hamısında 1900-dən birincidə çıxırıq yanvar ayı 970. Yanvar ayı üçün 930, fevral ayı üçün 897, mart ayı üçün 767, aprel ayı üçün 957 manat gəliri olur. 4 ayda nə qədər olacaq? Bunları toplasaq 3551 edəcək. 3551 manat 4 ayda ailənin yığımı. İlin sonuna qədər qalan müddətdə ailənin xərcləri ilk 4 ayda olduğundan 2 dəfə çox oldu. 2 dəfə çox oldu. Məsələn, 970 idi ilk ayda, məsələn, yanvar ayında 2 dəfə çox oldu. Bu artıq demək olar ki, gəlirindən xərclədi də, yığımından xərclədi. İlin sonunda ailənin illik yığım qiyməti 10.000 manat olan maşın almağa çatarmı? Xeyr, ilin sonunda 10.000 manat olan maşın almağa ailənin gücü yetməz. İnsanlar bəzən bir-birindən banklardan bir müddətdən sonra qaytarmaq şərti ilə pul götürürlər. Həmin bank da bu pulun müqabilində üzərində müəyyən bir məbləğ alıb. Yəni, bu pul kredit adlanır. Məsələn, tutaq ki, müştəri bir il ərzində məbləğin 5də 1 hissəsini əlavə ödəməklə 2000 manat kredit götürdü. Bu halda onun ödəyəcəyi əlavə məbləğ tapmaq üçün 2000-i bölürəm 5-ə, vururam 1-ə, yəni 400 manat əlavə ödəyib. Beləliklə, ümumi bir il ərzində götürdüyü 2000 manata kredit olaraq banka qaytaracağı məbləği hesablamaq üçün 2000-in üzərinə gəlirəm, həmin qaytaracağı olan faizi 400-ü, o da 2400 manat. İkinci tapşırıq, suallara cavab verin.
Bankdan 9000 manat kredit götürən iş adamı bir ildə məbləğdən əlavə onun %15 hissəsini qaytarmalıdır. O kreditə görə banka əlavə nə qədər pul qaytarmalıdır? 9000-i böləcəm 100-ə, vuracam 15-ə. Bu da elədi 1350 manat. Deməli, kreditə görə banka əlavə nə qədər pul qaytarmalıdır? 1350 manat pul qaytarmalıdır. Samirin atası qiyməti 630 manat olan mobil telefon almaq istədi. Mağaza bu telefonun 6 ayda məbləği 6da 1 hissəsi qədər əlavə ödəməklə təklif etdi. Bunun üçün mağazaya ümumilikdə nə qədər pul ödəmək lazımdır? Ümumilikdə məbləği soruşduğuna görə toplayacağam. Yəni 630-u böləcəm 6-ya, vuracam 1-ə. O da elədi 105 manat. Deməli bu 105 manat əlavə ödəyib. Amma mənə ümumilikdə soruşduğuna görə 630-un üstünə 105 manat gələcəm. Ümumilikdə 735 manat pul ödəməlidir mağazaya. Məsələ həlli. 3-cü tapşırıq. Fermer kənd təsərrüfat texnikası mağazasından qiyməti 800 manat olan ot biçən maşın almaq istədi. Mağaza bu texnikanı ona 4 ay ərzində hər ay 216 manat ödəmək şərti ilə kreditə almağı təklif etdi. Deməli, 216 manatı 4-ə vuracam ki, baxım neçəyə alıb. 216-yı 4-ə vururam, elədi 864 manat. Deməli, cəmi 864 manat ödəyib. İndi məndən görək nə soruşur. Fermer ot biçən maşını kreditlə alarsa, cəmi nə qədər pul ödəməlidir? Kreditlə alarsa hesabladıq ki, 864 manat pul ödəməlidir. O texnikanın pulunu kreditlə ödədiyi halda nə qədər əlavə ödəmiş olar? Deməli, nəqd alsa 800 manat olardı, kreditlə 864. Ona görə də 864-dən 800-ü çıxıram, qaldı 64. Ona görə də kredit 64 manat əlavə ödəmiş oldu. Növbəti 4-cü tapşırıq. Samir dostunun ad gününə qiyməti 25,60 manat olan hədiyyə aldı. O məbləği 13 manat 60 qəpiyini özü qoydu. Pulun çatmayan hissəsini isə bacısından borc aldı və hər həftə 3 manat olmaqla geri qaytardı. Samir borcu neçə həftəyə qaytardı? Əvvəlcə deməli 25,60-dan 13,60-ı çıxırıq. Qaldı 12 manat. Deməli 12 manatı bacısından borc alıb və 12 manatı hər həftə 3 manat olmaqla qaytardığına görə 12-ni bölürəm 3-ə, deməli 4 manat, 4 həftə. Ümumilikdə Samir 4 həftəyə bacısının borcunu qaytarıb. 5-ci tapşırıq. Aynurun dayısı 6 ay ərzində hər ay ödəmə şərti ilə kreditlə yeni kompüter aldı. Kompüterin qiyməti 1100 manat, əlavə ödəniş isə 166 manatdır. Kompüter üçün bir ayda nə qədər pul ödəmək lazımdır? Deməli, 1100-ün əlavə ödənişi üstünə gəlməliyəm. 1100-ün üstünə 166 gəlirəm. 1266. 1266 da 6 aya ödəmək şərtinin olduğuna görə 1266-yı 6-ya bölürəm. Elədi 211 manat. Deməli, hər ay 211 manat ödəyib. Bir ayda nə qədər pul ödəmək lazımdır? 211 manat ödəmək lazımdır. 6-cı tapşırıq. İlxangilin ailəsinin aylıq gəliri 2600 manatdır. Onların aylıq xərcləri cədvəldə qeyd edilib. İlxangilin aylıq yığımı nə qədərdir? Xərcləri toplayırıq. Ərzaq, kommunal xərclər, telefon, bentin, bunların hamısını toplayırıq. Deməli, 420-nin üstünə gəlirəm 125, üstünə gələk 25, üstünə gələk 200, üstünə gələk 150, üstünə gələk 280. Elədi 1200. 1200 manat xərclənib, aylıq gəlirdi 2600-də. 2600-dən 1200-ü çıxırıq, qaldı 1400. Deməli, aylıq 1400 gəlirləri olur. İndi baxaq nə deyir. Aylıq yığımı nə qədərdir? Aylıq yığımı 1400-dür. Onlar qiyməti 14000 manat olan avtomobili 1 illik kreditlə almaq istədilər. Şərtə görə 1 il ərzində məbləğdən əlavə onun %14 hissəsini qaytarmaq lazımdır. İlxangil banka əlavə nə qədər pul qaytarmalıdır? İndi 14000-i bölürəm 100-ə, vururam 14-ə. 14000-i 100-ə böləndə 140, 140-ı da 14-ə vuranda 1960. Deməli, banka əlavə
Cəmi soruşur, yoxsa əlavə? Əlavə 1960 manat pul qaytarmalıdırlar. Sonra soruşur, onlar banka cəmi nə qədər pul ödəməlidirlər? Banka 14.000-in üstünə 1960-ı gəlirəm. 15.960 manat ümumi banka pul qaytarmalıdırlar. Sonra Elxangilin aylıq xərcləri dəyişməzsə, yəni aylıq xərcləri biz hesabladıq ki, 1200 manat olur. Dəyişməzsə deyir, onlar bir il ərzində kredit qaytara bilərmi? Bir il ərzində krediti qaytarmaq üçün 15.960 manat ümumi kredit. Onda deməli aylıq gəlirdə oldu, dəyişmirsə xərcləri gəlir 1400 olur. 1400-ü 12-yə vuraram, o da eləyər 16.800. 16.800. Bunların borcu da, Elxangilin borcu da 15.960. Bəli, ödəyə bilər. Onların aylıq xərcləri dəyişməsə, bir il ərzində krediti qaytara bilərlər. 7-ci tapşırığa keçirik. Şirkət ilin əvvəlində 65.000 manat kredit götürdü. Bankla razılaşmaya əsasən şirkət ilin sonunda götürdüyü məbləği və onun %14 hissəsi qədər əlavə pul qaytarmalı idi. İndi xətti diaqramda şirkətin həmin il ərzində aylar üzrə gəlir və xərcləri əks olunub. Şirkət il ərzində nə qədər qazanc əldə etdi? Əvvəlcə nə qədər ödəməli olduğunu hesablayaq. 65.000-i bölürəm 100-ə, vururam 14-ə. Bu elədi. Deməli 65.000-i 100-ə böldü. 650, 14-ə vurdum 9100 manat. Əlavə 9100 manat qaytarmalıdır. Deməli 9100 manat əlavə qaytarmalıdır. 65.000-də götürüb. 65.000-in üstünə 9100 gələk, 74.100. Ümumi ilin sonunda 74.100 qaytarmalıdır. İndi xətti diaqrama baxsaq, baxarıq, yanvar bütün aylar üzrə verib. İl ərzində nə qədər qazanc etdi desək, yanvar üzrə hesablayırıq. 20.000-dən 15.000-i çıxırıq 5.000. Fevral üzrə yenə 20.000-dən 15.000-i çıxırıq 5.000. Martda 20.000-dən 15.000-i çıxırıq 5.000. Apreldə 20.000-dən 15.000-i çıxırıq 5.000. Bu 4 ay 5.000 olur qazanc. May ayında isə 30.000-dən 20.000-i çıxırıq 10.000. İyun 30.000-dən 20.000-i çıxırıq 10.000. İyul 30.000-dən 20.000-i çıxırıq 10.000. Avqustda 30.000-dən 20.000-i çıxırıq 10.000. Sentyabrda isə 35.000-dən 35.000-i çıxırıq, xərclə gəliri göstərir. İkisi də 35.000, 0. Sentyabrda gəlir olmayıb. Oktyabrda 35.000-dən 30.000-i çıxıb 5.000. Noyabr 35.000-dən 30.000-i çıxıb 5.000. Dekabrda 35.000-dən 30.000-i çıxıb 5.000. Deməli, bu ayları toplasaq, il ərzində 75.000 gəlir əldə edib. Bir il ərzində 75.000 gəlir əldə edib. Sonra deyir, şirkət bu qazancla bankdan götürdüyü krediti ilin sonunda ödəyə bilərmi? Biz bankdan götürdüyü kredit hesabladıq ki, 74.100-dür. İl ərzində də 75.000 gəlir əldə edib. Bəli, ilin sonunda ödəyə bilər. 75.000-dən 74.100-ü çıxar. Bu qədər uşaqlar, sağ olun, abunə olmağı, bəyənməyi unutmayın.